Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin yaradılmasının 100 illiyini qeyd edən məhkəmənin kollektivi Konstitusiya və suverenlik ili çərçivəsində ağacaqma aksiyasında iştirak edib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibəti ilə məhz məhkəmənin əməkdaşları tərəfindən ağac əkmə aksiyası keçirilib. Onu da bildirək ki, 1 hektar ərazidə 700-dən yuxarı ağac əkilib. Konstitusiya və suverenlik ili çərçivəsində həyata keçirilən aksiya çərçivəsində Pürcüvar Dövlət Meşəsində müxtəlif növ ağac fidanları əkilib, onlara ilkin aqrotexniki qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, yaşıllıqların qorunmasına töhfə verməkdir. Həsən Məmmədov, Səbinə Elxan qızı, Namiq Abbasov, NTV Xəbər.